Güvənin 9-cu siniflər üçün olan Riyaziyyat test bankından natural ədədlər mövzusunu davam edirik. Test 11-ə baxaq. Deməli, bizə ABC 3 rəqəmli ədədi verilmişdir və AB 2 rəqəmli ədədi verilmişdir. Deyir ki, 3 rəqəmli ABC ədədi 2 rəqəmli AB ədədindən 375 vahid böyükdür. Bizə A, B və C-nin rəqəmlərinin cəmini soruşur. Əvvəlcə biz nə edirik? Həmin bu qeyd edilmiş ədədləri yazaq. ABC ədədini, bir də AB ədədini. Necə deyirdik? C, burada C təklik, B onluq, A yüzlükdür. Ona görə 100-ü 100A üzərinə gəl 10, B üzərinə gəl C. AB ədədi necədir? Təklik və onluq. Deməli, A onluqdur deyə 10A üzərinə gəl B. Deməli, bizdə 100A üstə gəl 10, B üstə gəl C ədədi bərabərdir. AB ədədindən deyir 375 vahid çoxdur. Yəni, AB-nin üzərinə biz 375-i gəlsək, bizə nə verəcək? ABC ədədini verəcək. Deməli, ədədlər bir tərəfdə, hərflər bir tərəfdə yazsaq, nə olar? 100-dan 10-a çıxsaq qalar 90A, üstə gəl 9B. Üstə gələk C bərabərdir 375. Burada 9-u mötərizə xaricdən çıxarsam, 10-a üzərinə gəl B edər. 10-a üzərinə gəl B ilə, baxın, AB ədədini verir də bizə. AB ədədini verir. Baxın, 9AB bərabərdir 375 çıxılsın C. Yəni, biz C-nin yerinə elə bir ədəd qoymalıyıq ki, 9-a tam olar. Alınan bax bu ifadə, qoy bərabər düzgün yazaq. Bu ifadə 9-a tam olaraq bölünsün, qalıqsız bölünsün. 375-ə yaxın və 9-a bölünən ədəd hansıdır? Fikirləşsək, baxırıq ki, 369-dur. 369-dur. Əgər 375 çıxaq C fərqi 369-dursa, C neçədir? C bərabərdir 6-ya. 6-nı tapdıq, daha işimiz asandır. Biz birdən nə tapmışdıq? Deməli, 9 vurulsun AB. Bu neçədir? 369. Deməli, AB-miz neçədir? 369-u bölərək 9-a 41. Deməli, A-mız, bax, bu A-mız 4-dür. B-miz 1. İstəsəz belə 10 üzərinə gəl B şəklində də yazıb yoxlasaz, yenə eyni ədədlər verəcək. Deməli, A4, B1, C6 bizdən də hər üçünün cəmini soruşurdu. A4, B1, C6 toplayanda 10, 11. Doğru cavab C variantı. Test 12. Deməli, AB ədədi verilib 2 rəqəmli. AB verib və 8A üzərinə gəl 6B-yə bərabərdir. Bizdən A üstə gəl B-ni soruşur. A üstə gəl B bərabərdir sual. Biz bu ifadədə nə yaza bilərik? AB-ni 10A üstə gəl B kimi yaza bilərik. Bərabərdir 8A üstə gələk 6B-yə. A'lar bir tərəfə, B-lər bir tərəfə keçirsək, 10A-dan 8A çıxsaq, qalar 2A. 6B-dən B çıxsaq, qalar 5B-yə. Buradan biz nə yaza bilərik? Bax, A-nın yerinə yaza bilərik 5K. A-nın yerinə yazarıq 5K. B-yə nə yazarıq? B-yə də yazarıq 2K. Bərabərliyin doğru olması üçün K. İndi bu ifadədə görək, bizə neçəni verməlidir ki, bax, AB 2 rəqəmli olması şərti bizdə düzgün alınsa. Yəni, əsas yoxlayacağımız şərt odur. Yəni, deməli, A ilə B 0-dan 9-a qədər bir rəqəmdir. Onsuz da 0 ola bilməz, ilk rəqəmdir. B-miz isə ola bilər. Yəni, A ilə B 0-9 arası bir rəqəmdir qısacası.
Bu şərti yadımıza saxlayırıq və gəlirik bu aşağıya. Deməli, A bərabərdir 5K, B bərabərdir 2K. K-nın yerinə onsuz da tam ədədlər olmalıdır. Çünki A ilə B bizə tam olaraq rəqəm verməlidir. Buna görə tam olmalıdır K-da. K neçə olmalıdır? Baxırıq görək. K 1 versək K-ya. A nə olar? 5 olar. B-də 2 olar. K-ya 2 versək A nə olar? 10 olar, amma bizdə 10 olması mümkün deyil. A rəqəm olmalıdır. Deməli ilə bizdə K-mız 1-dir ki, A-ya 5, B-yə 2 verək. Deməli, A5, B2. 2 rəqəmliyimiz elə burada 25 imiş deməli. Bizdən də A üstəgələk B-ni soruşur. 2-nin də üstünə 5 gəldik, elədik, getdi. Cavab B variantı. Deməli, bizə bir ifadə verilibdir. Bu ifadənin cəmi 4 rəqəmli ədəddir. Bu 4 rəqəmli ədəd, yəni tapacağımız ədəd ən azı neçə ola bilər? Gəlin əvvəlcə bu 3 rəqəmli olan ədədlərin mərtəbələrinə vuraraq sadələşdirək. Deməli, x, y nə deməkdir? X, y. 100 x, 10 y və üstəgəl y-in cəmi. Sonra x nədir? 100 y 10 x üstəgəl x cəminə bərabərdir. İndi hər ikisinin bizdən burada ikisinin də cəmini soruşur deyə bir yerdə hamısını toplayaq. 100 x üstəgəl 10 y üstəgəl y üstəgəl, bax ikinci ifadəmiz, buradakı ifadələrimiz 100 y üstəgələk 10 y üstəgələk 10 x üstəgələk x. Baxırıq. X-ləri bir qruplaşdıraq. Eləyir. 100 x-in üstə 10 x üstə x gələndə 111 x. Y-ləri də bir qruplaşdıraq. 10 y, 100 y neçələrdir? 111 y. Burada bərabərdir. 111-i mötərizə xərcinə çıxarsam x üstəgələk y verər. İndi buradan gəldik. Bizdən indi deyir ki, bax bu hasil, baxın bu 111-i bu x üstəgəl y-ə vuranda bizdə 4 rəqəmli alınsın. 4 rəqəmli də yəni 1000-lə başlayırıq da. 1000 4 rəqəmli olaraq 1000 neçəsə başlamalıdır. 1000, 2000, 3000 də ola bilər. Amma 4 rəqəmlinin ən az olsun, 1000-ə yaxını olsun belə deyək. Baxırıq 111-i 1000-ə yaxın ən böyük ədəd olaraq 9-a vura bilərik. 999 edər. Deməli, x plus y-in cəmi 9-dan böyükdür. Yəni, minimum 10-dur. Minimum 10-dur. Onda x üstəgəl y əvvəlcə yoxlayaq görə 10 olsa, x-lə y uyğun doğru olarmı? Baxaq görə x, y cəmi 10 ola bilərmi? Bəli, ola bilər. X-in yerinə 6, y-in yerinə 4 yaza bilərik. Onsuz da bizə şərtdə eyni x, y fərqli sözü də yazmayıb 5 də götürə bilərik. Amma fərqli də götürə bilərik. 3 ilə 7 götürə bilərik. Yaxud da 7 ilə 3 götürə bilərik. Deməli, x plus y cəmi 10 ola bilər. Elə biz onda ən kiçik olaraq 10-u götürəcəyik. Çünki 9 götürəmirik. 9 götürəndə 999 edir. Bizə 4 rəqəmli lazımdır. Deməli, 111-i vururuq 10-a. O da eləyir nə? 1110. 1110 doğru cavab Y variantı. Keçək test 14-də. Deməli, deyir aşağıdakılardan hansı doğrudur? Burada tək və cüt ədədlərin arasında əməliyyatlar zamanı alınan cavabların tək və ya cüt olması barəsində bir tapşırıqdır. Bunu əzbər qaydalarında bilmək yaxşıdır, amma əgər yadınızdan çıxdısa, yaxud belə sizdə yadınıza yaxşı qalmırsa, yerinə ədədlər qoyub yoxlamaq olar. Yəni, məsələn, təkin A variantına baxırıq. A-da deyir ki, tək ədədin üstərinə gələndə və ya çıxanda cütü bizə cüt verir. Görək doğrudurmu? Bir dənə təkə qoyduq 1, cütə qoyduq 2. Cavab 3 tək elədik. Deməli, heç A-nı birincidən yoxladıq. Doğru deyil. Təklə təkin hasili cüt verir. Təkimiz olsun 3. Təkin 1 də olsun 5. 3 ilə 5-in hasili bizə yenə tək verməlidir, getdi. Təklə cütün cəmi tək verir. Cəmi də fərqidir. Gəl bunu saxlayaq C-ni deyə baxaq. Təklə cütün təkə verdik.
1, cütə verdik 2. Hasili nə elədi? Cüt getdi. Təklə təkin cəmi tək verir. 1-in üstə 3 gəldim, elədi 4 və getdi. Qaldı C variantı. Deməli C-də baxın, təklə cütün cəmi tək verir. Təkin yerinə qoyaq. Sildim ki, rahat olsun. Təkin yerinə qoyduq, məsələn, 1, elə asan olsun deyin, cütün yerinə qoydum 2. Nə verdi? Tək verdi. Təkdən 3-dən, ya başqa da olsun, 5-dən çıxaq cütü. Cüt də olsun 4. Nə verdi? Tək verdi. Deməli, təklə cütün cəmi və fərqi bizə həmişə tək verir. Cavab C variantı. Aşağıdakılardan deyir, hansısa n-in bütün natural qiymətlərində təkdir. Yerinə qoyub rahatlıqla tapa bilərik. Bir dəfə n-ə tək veririk, bir dəfə cüt və hər dəfə təkdə də cütdə də gəl bizə tək verilirsə, deməli, həmin cavab variant doğrudur. Amma əslində variantlara baxıb görərik ki, baxın, ada nədir? N plus 1 açılışı, yəni n mütəs xaricdən çıxarsaq. B, n plus 2-dir. C, 2n plus 1 olduğu kimi saxlayaq. D, 4n plus 2-dir. Y'miz də n kvadratı, üstə gəl n, n-i mütəs xaricdən çıxarsam, üstə gələk 2-dir. Baxırıq, n-ə tək versəydik, bura tək desə, n üstə gəl bir, həmişə ardıcıl olaraq tək və cütlər. Bura cüt olardı. Təklə cütün hasili cüt verir. Rəngini dəyişdik, daha yaxşı yadımızda qalsın. Deməli, əgər n-ə tək verdiksə, yenə təklə cütün, bax, bura tək olacaq, bura cüt. Təklə cütün hasili bizə cüt verəcək. N-ə cüt versəm, yenə ardıcıllıq var axı burada. Cütdən sonra tək gəlir. Bax, n məsələn 2-dirsə, 2-dən sonra bir vahid artıq 3 gəlir. Cütlə təkin də hasili yenə bizə cüt verir. Deməli, A variantı istənilən halda cütdür. Yerinə ədəd də qoya bilərsiniz. 1-dən 2-ni qoyun, yoxlayın. Deməli, A-mız cüt. A getdi. B-yə baxırıq. N plus 2. N-imiz baxın, tək də tutalım. N təkdirsə, 2 artırsa, ümumiyyətlə demişik, ardıcıl tək ədədlərdə, ardıcıl cüt ədədlərdə 2 vahid artır. Yəni, bura tək desə, 2 vahid artığı da tək olacaq. Təklə təkin hasili bizə tək verir. Bəs n cüt olsaydı, cütlə yenə cüt olacaqdı burada. Cütlə də cütün hasili bizə cüt verəcəkdir. Deməli, B də getdi. Bizə elə bir şey lazımdır ki, hər iki halda tək olsun. B də belə getdi. Keçdik C-yə. C-də deməli 2n plus 1 n-ə tək versək, burada 2n vardı ya, bax 2n plus 1 elə özü tək ədədlərin formuludur. Tək ədədin formulu necə idi? 2n plus minus 1 idi. Bax, elə C variantı odur. Elə bizim axtardığımız da budur. Sadəcə olaraq özüm bir izah verdim ki, sizin yadınızda daha yaxşı qalsın. Gözünüzdə əzbər yadınızda qalıbsa, 2n plus minus tək ədədlərin formuludur. Niyə belədir? Çünki 2 cüt ədəddir. Cütü istənilən tək ədəd cütə də vursan cüt verəcək. Cütdən sonra gələn bir ədəd həmişə tək olur. Bir dəfə cüt, bir dəfə tək, bir dəfə cüt, bir dəfə tək. Deməli, n tək də olsa bizim bu ifadəmiz cüt olacaq deyə, cütün üstə də bir dənə tək gəlsəm, tək edəcək. Yaxud n tək də olsa, məsələn, 2 vur 1, elədi 3. N cüt də olsa, 2 vur 2, 4, üstə gəl 1, 5. Bu da tək elədi. Cavabımız C variantıdır. O birlərə də baxa bilərik. 4n plus 2, deməli, n-ə cüt verirəm, baxın. Cüt də versəm, bura cüt olacaq. Üstə də 2 gəldim. Elədi, cüt. N-ə tək versəm, yenə bura cüt olacaq. Üstə 2 gəldim, yenə cüt. Hər iki alda cüt olacaq. Çünki 4n-im özü cütdür. 4n ifadəm həmişə cüt alınır. Cüt ardıcıl ədədlərdə, tək ardıcıl ədədlərdə 2 artıda bilirik. 2 artdığı üçün hamısı cüt olacaq. Sonra keçdik n plus 1-də də. Deməli, n-im əgər cüt versəm, bu ifadəm nə olacaq? Tək olacaq. Təklə cütün cəmi hasili bizə cüt verir. Cütün də üstə 2 gələndə onsuz yenə dedim 2 artdığı üçün cüt olacaq. Və yaxud da n tək olsun, onda bura cüt olacaq. Fərqi yoxdur. Cütü yenə təkə vuranda cüt eləyəcək. Bu tərəfdə cüt oldu.
2 dənə, deməli, hər iki halda, tək də, cütdə də tək alınan C variantıdır. Yadımızda da saxlaya bilərik ki, tək ədədlərin formuludur. Test 16-ya baxaq. Deyir ki, n əgər tək ədəddirsə, aşağıdakılardan hansı cütdür? N-i yerinə ədəddə qoya bilərik, daha rahat test taparıq. Yaxud da bayaq kimi ifadələrlə də tapa bilərik. Gəlin bu misalda ədədlə qoyaq. Deməli, n-ə 1 verdik, çünki tək olduğunu deyir. Baxın, burada tək deyir. N-ə 1 versək, 1 təkdir axı. 1-in üstə 3 gəldi, 4 cüt verdi. N-ə 1 B-də versək, o bilər də yoxlayaq da. 1 versək, bura 3 edəcək, bura 1 edəcək, bura 5 edəcək, burada 1 qoysaq, 3-ü də 3-ə vuranda 9 edəcək. Cavabımız A variantı. Test 17-yə baxaq. Deyir, A üstəgəl 2 cütdür. Bizdən soruşur ki, aşağıdakıların hansı təkdir? Variantlara baxmalıyıq. A üstəgəl 2 cütdürsə, avtomatik A da cütdür. Nəyə görə cütdür? Çünki 1-2 cüt ədədlər özləri də öz ardıcıllığında, cüt ədədlər ardıcıllığında 2 artır. Əgər bu ifadəmiz təkdir desəydi, A-mız avtomatik tək olacaqdı. Deməli, A üstəgəl 2 cüt olduğundan A da cüt olur. Variantları da yerinə qoyuruq. Deməli, A kvadratı. Cütün kvadratı bizə cüt verəcək. Cütün kubu bizə yenə cüt verəcək. Cütün kvadratı üstəgəl 1 bizə tək verəcək. Niyə? Çünki istənilən cüt ədəddən sonra bir vahid, yəni üstünə gələndə ondan sonraki ədəd alacaq. Yaxud da bir vahid az olsaydı da yenə tək olacaqdı. Bizə tək verir. Cavab C-dir. D-miz onsuz da elə özü cütdür. Y-miz də cütün kubu cüt verəcək. Üstündə 2 gələndə yenə cüt olur. Cavab C variantı. 18-ə baxırıq. Aşağıdakılardan hansı həm tək, həm də cüt ola bilər? N-in yerinə ən asan yol, N-in yerinə bir dəfə tək, bir dəfə cüt qoyub, yəni yoxlamaqdır. Baxırıq A variantına, deməli N-ə 1 versək, A variantında olacaq cəmi 1 üstü 3 bizə 1 verir. Üstə də 5 gələndə eləyəcək 6. Deməli, tək qoyduq, cüt verdi. İndi n-in yerinə 2 qoysaq, 2-nin kubu 8, 8 üstə 5 gələndə 13 eləyəcək, tək verəcək. Təkə cüt verdi, cütə tək verdi. A-nı saxlayaq, tək də cüt də almışıq. Keçək B variantına. N-ə 1 verdim, yenə cüt olur. N-ə 2 verdim. 2 verəndə 2 dəfə 2 4, sonra 4 gələndə 8 eləyir. Sonra bu deməli hər iki halda cütdür. C-yə baxıram. 6 N-im deməli 6-nın yanına 1 C-yə baxıram. C variantına 6 vurulsun 1, 6 üstə də 1 gələndə 7. 6 vurulsun 2 üstə də 1 gələndə 13. Hər iki halda tək verdi. Bu da olmadı. D-yə baxıram. 1-in kvadratı 1, üstə də 1 gələndə 2. 2-nin kvadratı 4, üstə də 2 gələndə 6. Hər iki halda yenə bu da D də cüt verdi. Y-də də deməli 1 üstü 4 1 verir. Üstünə də 3 vurulsun 1 3 cəmi 4 edəcək. 2-ni də qoyanda 2 üstü 4 16, üstə gəlsin 6 20 eləyəcək. Yenə cüt oldu. Cavabımız da gördük ki, A variantı həm tək, həm də cüt ala bilir. 19-a baxırıq. Aşağıdakı ifadələrin hansının qiyməti n-in bütün natural qiymətlərində tək ədəddir. Yəni n tək də olsa, cüt də olsa bizim nəticəmiz tək olsun. Yenə n-in yerinə bir dəfə 1 tək olduğu üçün 1 dəfə də 2-ni qoya bilərik ən aşağı, yəni rahat hesablamaq üçün. Belə variantlara baxıb tapmaq da olar. Məsələn, birinə baxsaq 8-in üstəgəl 6. 8 özü cütdür. Cütü təkə də vursan, cütə də vursan ifadəmiz cüt verəcək. Üstə də 6 özü də cüt olduğu üçün A həmişə onsuz da cüt olacaq. Bu şəkildə də tapmaq olur, amma 1 və 2 qoyduqda daha rahat tapılır. Gəlin qoyaq. Yenə A-nı bildik ki, yəni 1 də qoysam 14 edəcək, 2 də qoysam 16, 22 edəcək. A getdi. B-yə baxaq.
N'in yerinə 1 qoydum, 8 etdi. Burada n'in yerinə 2 qoysam, deməli yenə 1 qoyuruq, yenə 2 qoyuruq. Deməli 8, 2 qoydum, 11. Tək də verdi, cüt də verdi. B də getdi. C variantına baxıram. 2-ni 1-ə vuranda 2 üstə 7 gəlində 9 edir. 2-ni 2-yə vurdum 4. Üstə də 7 gəldim 11 edir. Gördünüz, ikisinə də tək oldu. C-ni saxlayırıq. Keçdik D variantına. Niyə əslində baxın C-nin yerinə qoymadan baxanda baxın 2 özü cütdür. Cütü nəyə vursan onsuz da cüt edəcəkmi? 2-nin onsuz da bizim cüt ifadəmizdir. Formul olaraq da bilirik ki 2-nin, 2-nin plus 2, 2-nin plus 4 bunlar həmişə cüt olan ifadələrdir. Biz axı bildik ki 2-nin cütdür. Üstünə istənilən tək ədədi gəlsək həmişə tək verəcək. Nəyə görə? Cüt gəlsəydi həmişə cüt olardı. 2-nin özü çünki bu cütdür. Cütlə təkin cəmi bizə həmişə tək ədədi verir ona görə. Amma 1 və 2-ni qoyduqda gözümüzə yani şəkildə görür deyə daha rahat gəlir bizə. Deməli, cavabımız C variantıdır. D ilə yeni yoxlamıram, özünüz yenə yoxlayın. 20-ci tapşırığa baxaq. 7 üstə gəl B üstü 5 tək deyir. 7A üstə gəl B üstü 5 tək verib. 3B üstə gələk 5 üstündə 3 cütdür. Aha, deyir. Aşağıdakı ifadələrin hansı cütdür? Əvvəlcə biz nə etməliyik? A-nı, B-ni bu verilmiş ifadələrdən tapmalıyıq, tək yoxsa cüt olduğunu. Daha sonra variantlarda tapmaq asan olacaq. Baxırıq ifadələrdə, baxın, ikincidə B-ni daha rahatçılıqla tapa bilərik. Çünki birincidə A-da var, B-də var. Əvvəlcə B-ni tapaq, sonra A-nı taparıq. Verilmiş 3B üstə gəl 5 üstü 3 ifadəsi cütdür. Deməli, 3B üstə gəl 5 özü də cütdür ki, bizim deməli cüt ifadənin qüvvət üstü də cütü verib. Ümumiyyətcə qüvvət üstlərində, yəni tapanda yadımıza saxlayırıq. Təkin qüvvət üstü neçə olur olsun tək verir, cütünkü neçə olur olsun cüt verir. 3B üstə gəl 5 də cüt verdi. Deməli 3B üstə gəl 5 cütdürsə 3B-miz nədir? Biz bilirik ki yəni təkin üstə tək gələndə cüt verir də. 3B-miz cüt olsaydı 5 təkdir də özü. 3B-miz cüt olsaydı, cütün üstə tək gəlsəydi bizə tək verməliydi. Amma bizə verib cüt. Deməli 3B-miz özü də təkdir ki, biz axırda cütü almışıq da. 3B-miz deməli təkdir. 3 vuruğu da özü tək olduğu üçün B də təkdir. Çünki təkin təki hasili bizə təki verir. Əgər B cüt olsaydı, onsuz da cüt ifadəmiz bura cüt alınardı. B-miz nə oldu? Qısacası B-miz oldu tək. B-miz oldu tək. İndi gəlirik birinci hissədə. 7 üstə gəl B üstə gəl 5 üstü 5 təkdirsə, deməli 7A üstə gəl B özü də nədir? Təkdir. B-miz təkdir. Deməli B-miz də təkdir. 7A ifadəsini biz necə tapacağıq? Deməli 7A özü tək olsaydı, təkin üstə tək gələndə bizə cüt verməlidir. Deməli 7A özü cütdür. Cütdür ki, bizə cütün üstə tək gələndə təki verir. Və A-mız nə olacaq burada? A-mız özü cüt olacaq. Bunları silək, qısa şəkildə yazaq ki, aha, yazdıq. A-mız cüt, B-miz tək. Gəlin variantları da qoyaq. A variantına baxırıq. 2A. 2A ifadəsi onsuz da özü cütdür. Çünki 2 vuruğu cüt olduğu üçün. Cütün üstünə B-miz təkdir. Tək gəldik. Nə elədi? Cütlə təkin cəmi bizə tək verir. A getdi. Bizdən cüt olmağını istəyir. A-nın kubu üstə gəl B-nin kubu. A-nın kubu cüt. Cütün kubu cüt verəcək. Təkin kubu tək olacaq. Təklə də cütün cəmi tək verəcək. Getdi. C-yə baxırıq. Cütlə təkin hasili cüt verir. Üstə də 1 gələndə cütdən sonra gələnlər də təkdir. Bu da getdi. A üstə gəl B cütlə təkin cəminə verir. Tək verir. Y-yə baxırıq. Aha, baxın. 2B üstə gəl 2B ilə bizim o gözəl tək B-mizi cüt elədik. 2 vurulsun B. 2 özü vuruğu cüt olduğu üçün
B də tək olduğu üçün bura oldu cüt. 2B cütdür. Üstünə də A cütünü gələndə, cütünün də üstünə cüt gələndə bizə cüt verir cavab Y variantı.